Salam əziz şagirdlər. İndi isə gəlin Qarabağda soyqırımlar mövzusunun ev tapşırıqlarını birlikdə həll etməyə çalışaq. İlk tapşırığımız Euler-Venn diaqramındandır və Euler-Venn diaqramında fikir verirsinizsə ki, onun tələblərinin yalnız ştrixlənmiş hissəsinə aid olanları seçin. Ştrixlənmiş hissə isə Xozalı faciəsidir. Yəni bu halda biz 20 yanvar faciəsinə aid olanları doğru cavab kimi götürməyəcəyik, yaxud da ki, oxşar cəhətləri doğru cavab kimi götürməyəcəyik. 20-ci əsrin sonunda baş verməsi 1992 Xozalı faciəsi, 1990 20 yanvar faciəsi. Bu oxşardır. Bu ştrixlənmiş hissəyə aid edilə bilməz. Bakı şəhərinin sakinlərinə qarşı, bəli elə Bakı şəhəri deyilən kimi 20 yanvardır bilirik, bu Xozalı deyil, yəni Qarabağ bölgəsi deyil. Müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövrdə, diqqətli olun, 20 yanvar 1990-da olub, onda hələ Sovet Azərbaycanı idi. Xozalı faciəsi isə 92-ci il, 1992, yəni Azərbaycan Respublikası. Bu ştrixlənmiş hissəyə uyğundur. Bu konkret cavablardan biridir. Əlif Hacıyevin qəhrəmanlığı məhz Xozalı faciəsidir. Qırğınların törədilməsində Sovet ordusunun əskərlərinin iştirak etməsi. Bəli, 20 yanvar konkret Sovet ordusu idi. Xozalı faciəsi isə yadınızdadırsa, orada ermənilərlə bərabər 366-cı Sovet ordusunun alayı da vardı. Deməli, hər ikisində iştirak edib bu Xozalı faciəsinə, yəni ştrixlənmiş hissəyə aid edilməyəcək. Birinci Qarabağ müharibəsi dövründə erməni faşistləri tərəfindən törədilməsi. Əziz şagirdlər, bu informasiyaya və bu hissəyə çox xüsusilə əsas yanaşın. Nə üçün? Düzdür, hər iki hadisə birinci Qarabağ müharibəsi dövründə olub. Amma erməni faşistləri tərəfindən törədilməsi ifadəsi artıq bu hadisənin məhz ştrixlənmiş hissəyə, Xozalı faciəsinə aid edilir. 20 yanvar bildiyiniz kimi Sovet ordusu tərəfindən olmuşdu. Hərbi jurnalist Çingiz Mustafayev tərəfindən qırğınların izləri, yəni ki, lentə alınması, bəli, bu ölümündən də sonra milli qəhrəman adını almış Çingiz Mustafayev məhz Xozalı faciəsini lentə almışdı. Bu da ştrixlənmiş hissəyə uyğun gəlir. Növbəti tapşırığa baxırıq. Növbəti tapşırığımız bizim Birinci Qarabağ müharibəsi dövrünə aiddir. Belə bir tapşırıq var və gəlin baxalım bizdən hansı məlumatlar var. Kəlbəcərin işğal olunması. Sözsüz məsələ 1993-cü ildə olmuşdu bu hadisə. Bu doğru cavabdır. 416 diviziyanın yaranması bu 2-ci Dünya müharibəsində olmuşdu, xatırlayırsınız. Xozalının azad olunması bu isə 2023-cü ilin sentyabrında antiterror hadisəsindən sonra baş tutmuş, yəni Birinci Qarabağ müharibəsi dövrü olmayacaq. Qaradağlı faciəsinin baş verməsi, xatırlayın, mövzunda keçəndə demişdik, Birinci Qarabağ müharibəsində dinc əhaliyə qarşı törədilmiş ilk ən böyük soyqırımlardan biridir. Bu sözsüz ki, aiddir. Həzə Aslanovun qəhrəmanlığı, yəni bu 2-ci Dünya müharibəsi dövründə Həzə Aslanov, general, tankçı, Gəncədə qiyamın qalxması, yadınızdadırsa Kəlbəcərin işğalından sonra ölkəmizdə bir qrup hərbçilərin qiyamları olmuşdu. Gəncədə, məsələn, qarşısının alınmasında bizim ümummilli liderimiz Heydər Əliyev onun qarşısını almışdı. Sözsüz ki, bu Birinci Qarabağ müharibəsi dövründə olmuşdu. Xozalıda aeroportun inşa olunması, hələ Sovet dövründə Xozalıda bildiyiniz ki, Qarabağda yeganə aeroport orada idi və bu müharibə dövründə olmayacaq. Azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, bəli elə müharibənin başlanması ilə bununla başlamışdı. Tofiq Hüseynovun qəhrəmanlığı məhz Xozalı faciəsində dinc əhalinin bir çox hissəsinin sağ qalmasında böyük rol olmuş insanlardan bir də Tofiq Hüseynov idi. Ölümündən sonra milli qəhrəman, təəssüf ki, özü şəhid olmuşdu. Bu doğru cavabı idi. Və gəlin sonuncu tapşırığa baxaq, üçüncü tapşırığa baxaq. Xəritə sxem əsasında verilmiş hansı məlumatlar doğrudur? Deməli, xəritədə bizə 5 rayon hissəsində rəqəmlər var. Onlara uyğun gəlin baxalım hansı doğrudur. Deməli, 1993-cü ildə erməni faşistləri tərəfindən işğal olunmuş Azərbaycan rayonudur. Xəritəyə diqqət edək, bir hardadır? Bəli, bir gördüyünüz kimi məhz Kəlbəcər bölgəsidir. Biz də bilir ki, 93-cü ildə olub bu. Bu doğru cavabdır. 20 yanvar faciəsinin deməli, qurbanlarının dəfn olunduğu şəhər. 20 yanvar 2 bu başını göstərir. Gördüyünüz kimi 20 yanvar burada olmuş. Dağüstü parkda şəhidlər dəfn olmuşdu. Bu da doğru cavabdır. Xocalı faciəsinin törədildiyi Azərbaycan ərazisi. Yəni, bax, 3 aradır. Bəli, bax, bura yadda saxlayın. Özünüzdə bura Xocalıdır. Məhz bu variant da doğrudur.
4də 1-ci Qarabağ müharibəsi dövründə işğal olunmuş Azərbaycan şəhəridir. 4 fikir verirsinizsə, bu Xəzər dənizinin sahilində cənub bölgəmizi, bura Lənkərandır, bura müharibədə heç burada hərbi əməliyyatlar belə getməyib, yəni müharibə Qarabağ bölgəsində olub. Bu yanlış informasiyadır. 92-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş Azərbaycan rayonu 5, bura isə Naxçıvandır, yəni Azərbaycanın əsas hissəsinə ayrı düşən. Təbii ki, burada da 1-ci Qarabağ müharibəsi dövründə Naxçıvan ərazisinin heç bir rayonu işğal edilməyib, kiçik istisna 1-2 kənddən başqa. Yəni söhbət rayondan gedir, Naxçıvanda heç bir işğal olmamışdır. Beləliklə, bu da yanlış informasiya idi. Biz doğru cavab 3 dənəni də müəyyən edə bildik. Bu qədər şagirdlər. Mövzunu daha yaxşı öyrənin və əlavə tapşırıqlarla da bilgilərinizi möhkəmləndirin. Növbəti dərslərimizdə görüşənədək sağ olun.